Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olunmuş Topudan Conjunction mövzusundan bir neçə testin izahına baxacağıq. Əvvəlcə kanalımıza abunə olan, bəyənən, şərh yazan, paylaşan hər kəsə çox təşəkkür edirəm. İndi isə testlərə baxaq. Testlərdə sizin üçün onu qeyd edeyim ki, bu testlər 9-cu sinif toplusunda biraz qarışıq şəkildə verilib. Yəni həm bağlayıcılar, həm də bağlayıcı sözlər eyni anda verilib. Məsləhət bilərdim ki, bu testi işləməzdən əvvəl 11-ci sinifdən ayrı-ayrılıqda işləyib, sonra isə bu mix testi işləyəsiniz. Yəni burada mix formasında verilib. İndi isə gəlin testin izahına baxaq. Hər testdə bacardığım qədər asan dildə, asan qaydalarla izah edəcəm ki, mövzunu başa düşə biləsiniz. Birinci cümləmizdə iki mübtədanı bağlayan bağlayıcı istəyir bizdən. Əvvəlcə strukturda səhv olanları çıxaq. A variantı both or yox, both and olur. Y variantı is and yox, is or olur. Qalan strukturlarımız doğrudur. Bu tipdə both and, is nor, is or bağlayıcısı arasında qalmışıqsa mütləq xəbərə baxmalıyıq. Xəbərimiz cəmdə verildiyi üçün biz bura sadəcə both and seçə bilərik. Ona görə cavab olur B. Is nor və is or isə sonuncu isimlə uzlaşır xəbərimiz. Yəni Sarah tək olduğu üçün have yox, has olmalıydı. B variantı deyir ki, həm Fred, həm də Sarah bu kompüteri necə istifadə etməyi öyrənib. Ona görə cavab oldu B variantı. İndi isə gəlin 4-ə baxaq. Kate və Jane hardworkingdirlər. They are not lazy. Onlar tənbəl deyirlər. İki mübtədanı bağlayan bağlayıcımız and bağlayıcısıdır. Variantlardan as because eynidir deyə çıxırıq. So ona görə də mənaca uyğun gəlmir. So-dan sonra həm əvvəldə, həm də sonra cümlə gəlməlidir. Eyni ilə də batda cümlə gəlməlidir. Ona görə cavab olur and. Həm Kate, həm də Jane çalışqandırlar. Onlar tənbəl deyirlər. 7-ci testdə isə bizə deyilir ki, he didn't want to go out. O çölə çıxmaq istəmir, yağış yağır. Mənaca hansını qoya bilərik? O çölə çıxmaq istəmir, çünki yağış yağır. Variantımızda çünki olan cavabımız D variantıdır. So və all, but eyni mənalı sözdür deyə çıxırıq. And və so eyni yerlərdə bağlayıcı kimi iştirak edə bilər deyə çıxırıq. Ona görə cavab olur D variantı. İndi isə gəlin 11-ci testin izahına baxaq. Yenə həmcins üzvləri bağlayan bağlayıcı lazımdır. Əvvəlcə strukturca səhvləri çıxaq. Is-ə nor olmaz, or olar. Ne-isə or yox, nor olar. Not only but also doğrudur. No or yox, no nor yox, no or olmalıydı. Both or yox, both and olmalıydı. Cavab oldu C variantı. He is not only clever but also very hardworking. O nəinki çox çalışqan, həm də ağıllıdır. Demək ki, bağlayıcımız olur not only but also. 15-ci testdə isə deyir ki, yenə həmcins üzvləri bağlayan bağlayıcı soruşulur bizdən. Baxırıq cümləmizdə. Strukturca səhvləri ne-isə or yox, nor, both or yox, both and, both nor yox, both and, is nor yox, ne-isə nor olur. Ona görə cavab olur Y variantı. Tərcümədə deyir ki, sevgi nə alınır, nə də satılır. İndi isə 16-cı testə baxaq. 16-cı testdə strukturca səhvlərimiz A variantı not only-dən sonra but also olmalıydı. B variantında is nor olmaz. C variantı doğrudur. D və Y variantları isə strukturca səhvdir. Ona görə cavab oldu. C variantı tərcümədə deyir ki, nəinki post office, həmçinin bank da açıq idi. İndi isə gəlin baxaq digər suallarımızın cavabına. 18-ci testdə bu artıq təyin budaq cümləsidir. Hardan bilirik təyin olduğunu? Nöqtələrdən əvvəl hər hansı bir isim təyin olunursa biz ora təyin budaq cümləsi qoyuruq. Təyin budaq cümlələrində nöqtədən əvvəl canlı isim gəlirsə, bu zaman biz onu who, whom, whose zət bağlayıcısız, cansız isim gələrsə which zət bağlayıcısız təyin edirik. Bilirik ki, palto cansız isimdir. Ona görə onu which və zətlə bağlaya bilərik. Cavab oldu 1, 3, Y variantı. Tərcümədə deyir palto, hansı ki he bought, o almışdı, was expensive, çox bahalı idi. Demək cavab olur Y variantı. İndi isə gəlin 21-ci testə baxaq. Wonder yazılıb. I wonder mənə maraqlıdır ki, ümumiyyətlə wonder, ask, want to know-dan sonra zət qoymaq olmaz. Əvvəlcə bunu çıxıram. İkinci tərəfi mütləq tərcümə etməliyəm. Bu tamamlıq budaq cümləsidir və tamamlıq budaq cümləsi əsasən tərcüməyə görə seçilir, tapılır. İndi baxdıq. David told Sam. Mübtədamız var. Dedi xəbərdir. Onlara isə tamamlıqdır. Demək cümləmizdə mübtəda var, xəbər var, tamamlıq var. Cümlənin ardını oxumalıyıq. David dedi onlara insident haqqında. David onlara insident haqqında nə dedi? Demək ki, cavab olur D variantı. Digər variantları da yerinə qoyub oxuyuram. David onlara insident haqqında kim dedi uyğun gəlmir, kimə dedi uyğun gəlmir, kimin dedi uyğun gəlmir. Tamamlıq budaq cümləsinin ikinci tərəfində hansı boşluq varsa biz ona aid sual cümləsini seçməliyik. İndi isə gəlin 25-ci testə baxaq. You can drive my car. Sən mənim maşınımı sürə bilərsən. You are as careless as I am. Sən ən az mənim qədər, yəni mənim kimi diqqətlisən. Demək ki, tərcümədə necə olur? Maşınımı sürə bilərsən. Çünki sən də mənim qədər diqqətlisən. Cavab oldu D variantı. So also eyni şeydir deyə çıxırıq. So ona görə də diqqətlisən. Bu mənaca uyğun gəlmir. A variantında yoxsa diqqətlisən uyğun gəlmir. Cavab oldu D variantı. İndi isə baxaq 29-cu testin izahına. Burada bizdən soruşulur ki, in some nations the favorite beverage is coffee. Bəzi millətlərdə sevimli içki kofedir. İndi bəzi millətlərlə digər millətləri müqayisə edərkən digərlərində isə çaydır. Yəni bunlarda
falan şey olarkən digərlərində çaydır. Mənaca belə bir məna verir. Since və because burada eyni mənalıdır. Çünki mənasında. B variantında ona görə də başqaları da çay sevir. Bu da müqayisə etmir. Unless də əgər olmasa bu da mənaca uyğun gəlmir. Ona görə cavab olur Y variantı. İndi isə 31-ci testin izahına baxırıq. We reached the river. Biz çaya çatdıq. We couldn't cross it. Biz onu keçə bilmədik. Demək ki, əgər biz çaya çatsaq keçə bilmədik, uyğun gəlmir. B variantında çaya çatmazdan əvvəl onu keçə bilmədik, elə bir şey yoxdur. Çaya çatan kimi, çatana dək onu keçə bilmədik. Hardasa mənaca biraz oturar. Çaya çatanda. Demək ki, C, D, E variantları hələ ki doğrudur. İndi ikinci tərəfə baxırıq. Körpü the bridge had been destroyed by the flood. Körpü daşqın tərəfindən dağıdılmışdı. Demək ki, burada keçə bilməməyimizin səbəbini göstərir ki, çünki belə olmuşdu. So deyir, ona görə də dağılmışdı. Baxmayaraq ki, dağılmışdı. Y variantında isə səbəbini göstərir. Bizim çaydan keçə bilməməyimizin səbəbi o idi ki, körpü dağıdılmışdı. Demək, biz çatanda keçə bilmədik, çünki körpü dağıdılmışdı. İndi isə 34-cü testə baxaq. You are a good cook. Sən yaxşı aşpazsan. You should cook the dinner. Sən nahara hazırlaya bilərsən. İndi diqqətlə baxın. Bu cümlənin birincisində verdiyimiz sözün nəticəsində sənə deyirəm ki, indi yaxşı. Sən yaxşı aşpazsan, sən bişirə bilərsən. Whereas hərçənd ki deyir, bu uyğun gəlmir. So that elə ki deyir, uyğun gəlmir. What bu cümlədə nə? Sən yaxşı aşpazsan nə uyğun gəlmir? Sən yaxşı aşpazsan necə uyğun gəlmir? Burada since uyğun gəlir. Burada sizə bir qaydanı xatırladım ki, ingilis dilində since'in iki mənası var. Bir, bəri, bir də görə və çünki mənasını. Burada görə mənasındadır. Deyir ki, sən yaxşı aşpaz olduğuna görə naharı gərək sən hazırlayasan. Ona görə cavab olur D variantı. İndi isə 36-cı testin izahına baxırıq. I can still remember the day. Mən deyir, hələ də günü xatırlayıram. I joined the team. Mən komandaya qoşulduğum günü. Yadımızda saxlayırıq. Əgər nöqtələrdən əvvəl hər hansı bir zaman bildirən söz varsa, biz onu when vasitəsilə təyin edirik. Tərcümə elə deyir ki, komandaya qoşulduğum günü xatırlayıram, hələ də xatırlayıram. İndi isə gəlin baxaq 37-ci testin izahına. Eyni ilə burada da zaman gəlir. Zamanı təyin etmək üçün biz mütləq və mütləq when-dən istifadə edirik. Çünki hansı günü ki, nə vaxtı ki biz unuda bilmirik mənasındadır. Məsələn, deyir ki, in 1492 the year Columbus discovered North America. 1492-ci il o ildir ki, nə vaxt ki Kolumb North Amerikanı kəşf etdi. Demək ki, burada nöqtədən əvvəl verilən zaman bildirən sözü biz təyin edirik. 38-ci testdə deyir ki, I have been to restaurant once. Biz deyir, bir dəfə restorana getdik. It opened. Biz bir dəfə restorana getmişdik. İndi arxasıca nə qoya bilərik? It opened cümlədə hər bir cümlənin mütləq və mütləq mənasına diqqət etməlisiniz ki, hər bir mənanın bir fərqli nüansı var. Burada deyir ki, it opened. Biz restorana getərdik bir dəfə. Əgər o zaman uzlaşmasını görürsünüzmü? Burada bir var keçmişlə indiki bitmiş. Zamandan da keçmişdik ki, since zaman uzlaşmasını poza bilən bağlayıcıdır. Demək ki, burada da cavab olur B variantı. Before qətiyyən uzlaşmanı pozmur. Before'dan sonra keçmişsə qarşısı da keçmiş olur. Ya da if'dən sonra keçmişsə qarşısı da keçmiş olur. Batda hər iki tərəf eyni zaman olursa, ona görə də hər iki tərəf eyni zaman olur. Bağlayıcıları pozan bir dənə sinsi tərcümə ilə deyir ki, biz bu restoran açılandan bəri bir dəfə ora getmişik. Demək, cavab oldu B variantı. Onu da qeyd edim ki, bundan sonra verilən artıq bütün tapşırıqlar Geometri dərsinin tapşırıqlarıdır. Yəni biz onu onsuz da o dərsin içində işləyəcəyik. Ona görə də artıq testləri 38-ə qədər izah etdim. Bundan sonraki mövzularda mütləq burada yazılan testlərə də baxmağınızı tövsiyə edirəm. Sağ olun, növbəti dərslərdə görüşərik. Mütləq kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.